Salam əziz izləyicilərim. Pişirdiyim şirniyyatı sizinlə paylaşıram. İlk öncə xalama təşəkkür etmək istəyirəm. Üzərində mənim loqom olan önlük hazırlatmışdır. Şirniyyatın kremasını hazırlamaq üçün ilk öncə 2 yumurta, 2 stəkan şəkər, bir qabda qarışdırdım. Üzərinə 4 yemək qaşığı un, azca duz və 1 litr süd əlavə edib qazın üstündə hazır olana qədər qarışdıra pişirdim. Soyuduqdan sonra üzərinə 200 qram qaymaq, bir paket vanil əlavə edib mikserlə qarışdırıram. Peçenyaları blenderdan keçirtdim. Şokoladın hazırlanmasında mən 1 yumurta, 1 stəkan başından biraz əksik şəkər, 1 paçka kakao, 1 xörək qaşığı un və 1 stəkan süd istifadə etdim. Videoda göründüyü kimi əvvəlcə yarım stəkan süd tökdüm. Sonra yarım stəkan daha əlavə etdim. Ümumilikdə 1 stəkan süd istifadə etmiş oldum. Və sonda üzərinə blenderdan keçirdiyim qozu səpdim. Çox ləzzətlidir. Əlhəmdülillah, hazırlayan hər kəsə indidən nuş olsun.